Həyatda mən onu qəbul eləmirəm. Bəlkə də mənim öz payıma deyirəm, mənim ürəyim partlayıb belə orada da ölərəm mən. Dünyanın bir çox ölkələrində vəfat edən insanların cəsədi və ya yandırılmış cəsədinin külü ağac toxumu ilə birlikdə bastırılır. Zamanla bu ağac cücərir, böyüyür və insan fəaliyyətini ağac olaraq davam etdirir. Bunu isə ekodəfn adlandırırlar. Bəs insanların buna münasibəti necədir? Hindistanlılar yandırırlar. O da ki, belə onların ruhları ölür, yandırılmış, nə bilim, mən belə bir şeyi qəbul eləmirəm, heç belə eləmək də istəmirəm. Necə əlin gələr ki, sən onu yandırasan, külə çevirəsən, gətirib ağac əkəsən. Yəni o məncə düzgün deyil. Əslində çox gözəl bir ideyadır. Yox, təbii ki, istəmirəm. Yəni çox pis münasibətim belə şeylərə. Məzər olması lazımdır. Ən azından xatirə qalsın, yad eləyən olsun, gəlib gedən olsun. Ən azından yaddaşlarda qalasan. Mən ona pis baxıram. İnsan ölünü nətərə yandırar, o mənə çatmır. Həyatda mən onu qəbul eləmirəm. Bəlkə də mənim öz payıma deyirəm, mənim ürəyim partlayıb belə orada da ölərəm mən. Azərbaycanda kimsə belə bir formada, hansısa bir şəkildə dəfn olunmağı nəzərdə tutmasını təsəvvürə gətirmək indiki vəziyyətdə mümkün deyil. O baxımdan da ola bilsin belə bir ənənə hansısa bir şəkildə hardasa müsbət bir ənənə kimi qarşılana bilər, amma bizim üçün maraq dairəmizə daxil deyil bu məsələ. Ekologiyaya başqa formada dəstək verilməsi üzərində düşünülməlidir. Bəs bu adət İslam ənənəsinə uyğundurmu? Burada yandırmaq və yaxud da başqa bir formada ölünü, cəsədi aradan aparmaq məqbul hesab edilmir. Söhbət ondan getmir ki, bu dini dəfn qaydalarına müxalifdir. Yox, bu cəmiyyətdə ziddiyyət yaradır. Yəni bunun bir mənası, mahiyyəti də yoxdur. Deyək ki, hansısa ağacla, onun toxumundan ölünü dəfn eləyəsən və yaxud da yandırasan, sonra külünü həmin ağacın toxumu ilə dəfn eləyəsən ki, oradan ağac düzərsin, bitsin, o da ölünü təmsil etsin və canlı kimi. Yəni, bax, bunlar hamısı ümumiyyətlə dinlərin axirət inancına, öldükdən sonra dirilmə etiqadına ki, bu səmavi dinlərdə bu şərtdir. Yəni, bu şeylərə müxalif olan bir məsələdir. 2015-ci ildə Beynəlxalq Dəfn Şurası tərəfindən aparılan bir araşdırmaya görə 40 yaş və yuxarı yetkinlərin 64%-i ekoloji dəfn metodlarına maraq göstərir. ABŞ və Avropada artıq bəzi qəbirstanlıqlar yaşıl zona adı ilə bu mövzunu dəstəkləyir. Bu artıq özünü belə həddən çox ekoloq kimi göstərmək istəyir, amma eyni zamanda ekologiyadan fərqli olan bir sahələrə, xüsusilə mənəvi dəyərlərlə bağlı sahələrə hörmətsizlik etmiş olur. Biz özlərini belə deyək də PR etmək üçün, populizmlə məşğul olmaq üçün, özlərini ki, hamıdan çox ekologiyanın ətrafını sevən kimi göstərmək üçün ideyalarla çıxış edirlər. Bu cür yanaşmaları mən açığı ekoloq olsam da heç vaxt dəstəkləmirəm. Yəni, ağac əkmək üçün hektarlarla yer var. Ona görə mütləq şəkildə dünyasını dəyişənin cənazəsi ilə toxum basırmaq bu sadəcə absurddur. Gəlin qəbirstanlıqları meşələrə çevirək sloqanı altında bu toxumları satan şirkətlər də var ki, onlar ölümdən sonra insanı ağaca çevirdiklərini bildirir. Ağacın toxumu təxmini 140-200 dollara satılır. Ən çox zeytun, palıd, şam və qoz ağacının toxumlarından istifadə olunur.